Yenidən data analitika sahəsinə başlasaydım, nəyi fərqli edərdim? Əgər mən yenidən öyrənməyə başlasaydım, hər şeyi mərhələli və sıralı şəkildə öyrənməyə çalışardım. İlk öncə özümə bir plan tutardım. Əvvəlcə Excel-i, sonra SQL-i, sonra isə Power BI-yi, ardınca isə Python öyrənərdim. Bu formada başlamamın səbəbi Excel-in mənə datanın baza biliklərini aşılaması, SQL-in database-i mənə tanıtması, Power BI-in isə datanı mənə vizuallaşma biliklərini öyrətməsidir. Bunları bitirdikdən sonra isə Python-a keçid edərdim. Bunların hamısının cəmləşdiyi bir alət olaraq Python-dan istifadə edib məlumatlarımın həm vizuallaşdırılmasını, həm təmizlənməsini, həm bir yerdən başqa yerə daşınmasını təmin edərdim. Fərqli edəcəyim başqa bir şey isə təkcə nəzəri biliklər öyrənmək deyil, həm də bunu praktika ilə gücləndirmək olardı. Nəzəri biliklər bizə mövhumi olaraq data ilə işləməyi öyrədir. Lakin real layihələr isə bizə imkan yaradır ki, biz data üzərində praktika qazanaq. Elə buna görə də cari dərslərimizdə həm nəzəri, həm də praktiki əsaslarla tapşırıqlar yerinə yetiririk ki, bizim data üzrə biliklərimiz daha da möhkəmlənsin. Digər edəcəyim bir şey isə həqiqi mentordan dəstək almaqdır. Çünki həqiqi mentorun mənə cızdığı yol xəritəsi mənim üçün effektiv addım atmağa zəmin yaradır. Tələbələrimə məsləhət gördüyüm kimi, ən başdan bir portfolio yaradardım. Çünki effektiv portfolio sizin işə götürülməyinizdə böyük amillərdən biridir. Qısacası, başdan başlasaydım, daha sistemli, daha effektiv və daha praktik olardım.